əhatə elədiyi kimi təhsil sistemini də əhatə edib. Bugün Avropada və ümumiyyətlə dünyada təhsilə olan tələb tamamilə dəyişib. Artıq insan resursları bazarı yaranıb və bu bazarda mütəxəssis bazarın bir elementinə çevrildi və bu mütəxəssisə olan tələblər də tamamilə köklü surətdə dəyişib. Bu mütəxəssis bazarında bugün baş çıxarmaq çox çətin məsələdir və bu baxımdan da son ildə Azərbaycan prezidentinin verdiyi bu fərman, yəni Azərbaycanlıların xaricdə təhsil alması da çox vaxtında verilmiş bir fərmandır. Və bu fərmana uyğun olaraq bu mütəxəssislərin hazırlanması və geri qayıtması, Azərbaycanda onların artıq mütəxəssis hazırlığında iştirak eləməsi Nəsim müəllimin qeyd elədiyi kimi çətin bir proses də olsa, amma biz buna getməliyik və hazır olmalıyıq. Biz 2005-ci ildən artıq Bologna prosesinə qoşulmuşuq və bu Bologna prosesinə qoşulmağın özünün də tələblərindən biri mütəxəssisin təhsilini başa vurduqdan sonra müəyyən deməli özünə karyera qazanmasıdır. Yəni bu mütəxəssisə tələb var, yoxsa yoxdur. Yəni bugün Azərbaycanın ali təhsil müəssisələrində hazırlanan mütəxəssislər bazarda özünə tələbat tapır, yoxsa yoxdur? Tapır. Yəni tamamilə yox. Məsələ bundadır ki, əvvəla bu işin özünün təşkil olunması lazımdır. Son illərdə misal Azərbaycan Dövlət İqtisad Universitetində yaradılmış karyera mərkəzi 2006-cı ildən başlayaraq 3 dəfə bizdə məzun yarmarkası keçirilib. Baxın, bunun rəqəmləri çox deməli diqqətə layiqdir. Birinci məzun yarmarkasında cəmisi 111 məzun işlə təmin olunur. İkinci məzun yarmarkasında 218 məzun. Amma bu il keçirilən yayda məzun yarmarkasında artıq 700 məzun işlə təmin olunur.